Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda İmişli rayonundur. Şəhid bacısı bizim kanalımıza müraciət edir. Dedi qardaşımın başına belə bir hadisə gəlib. Çox xahiş edirəm, gəlin, kömək eləyin bizə. Biz də həmən şəhidin adını eşidən kimi gəldik. Hal-hazırda biz həmən şəhidin bacısının həyətindəyik. Xanım, buyurun, özünüzü təqdim edin. Mən İmişli rayonun Aran küçəsində yaşayırıq. Şəhid ailəsiyik və ailəmiz çox nizam-intizamlı ailə olub, ən qabaqda gedən olub. Atam, anam, çox uşaqlı ailə olmuşuq biz. 8 qardaşım olub, hamısı hərbi xidmətdə çəkiblər. Və onların ikisi, biri şəhid oldu, biri də elə mayor rütbəli idi, o da o yolda getdi, yəni gəlirkən, o vaxtı Sovet dövründə. Mən sizdən çox xahiş eləyərdim, hörmətli Mehriban xanım, başına dönüm, sənə qurban olaram. Mənim qardaşımın başına belə bir iş gəldi. Yəni, mən sizdən çox xahiş edirəm ki, mən sizdən kömək istəyirəm. Bir şəhid bacısı kimi başına dönüm, azarı çəkim. Onun 3 dənə körpəsi var. Qabaqdan məktəb gəlir. Bax, o məktəbdə də bunların aqibətləri necə olacaq, o bəllisiz. Bir tək ataları var. Bir yerdən maaş gəlmir, pul gəlmir, heç nə gəlmir. Ancaq o onu əkirdi, özünün o istifadəçi, özü çəkirdi ona. Nə oldu? Nə əkirdi? Açıqlayın, gün görüm. Hə. 2-3 dənə orada bir şey var idi. Onunla çəkirdi onu. Özü xəstə idi, canı ağrıyırdı. Yəni onu içirdi, gedirdi məsələn, iş görürdü, işin gücün görürdü. Yəni özü canı çox ağrıydı, çox xəstə idi həqiqətən də. Kimsəyə bir zərər vurmazdı, kimsə ilə bir işi olmazdı. İstər məsələn bax soruşsunlar da heç bir zərərsiz, bir tükansız. Yəni elə bir insan olub bu. Amma mən çox xahiş eləyərdim Vilayət Eyvazovdan, ondan bizim İmişli rayonunun reisimizdən, prezidentimizdən. Nə oldu? Hadisə nə oldu? Hadisə belə oldu ki, mən qardaşımla qisas aldılar. Mən qardaşım. Nəyin qisası? Bax, nəyin? Bax, gəldilər, onu orada gördülər, onu satdılar ki, bu ora bir şey əkib. Nə əkmişdi ora? Ora o yabani otlardan. Yaban otlardan. Hə, çəkənə kolları əkmişdi. 2 dənə orada var idi. Bax, 2 dənə orada var idi. Və o bura ağacların dibinə. Hə, bax ora əkmişdi. Aha. Hə, heç o da heç böyük deyildi. Bax, heç dizə qədər də olmayıb. Bax, balaca bir şey idi, bax orada. Göz edirəm, yenə də başıma dönüm, azarınızı çəkim, sizə qurban olum. Bir də orada içəridə o evin qabağında var idi, 2-3 dənə bir şey var idi. Bir də orada var idi, amma deyim ki, böyük deyildi. Hamısı balaca bir şey. Olmuşdu, burada da çıxmışdı, orada da çıxmışdı. Elə düşüb bitmişdi. Hə, orada da bitmişdi, burada da bitmişdi. Yəni elə bir əvvəllər heç illərlə bizim həyətimizdə belə şey olmub. Bax bu nətər oldu bilmirəm. Kim gəldi tapdı? Kim gəldi apardı? Necə oldu gəldilər? Necə oldu gəldilər? Biz evdəydik, bir də gördük ki, qapıdan mən onu uşaq açıb qapını, uşaq çox qorxu keçirdib həqiqətən də. Onlar gələndə, bəs biz polis... Kim gəlmişdi? Onlar kimdir? Onları mən tanımadım. İmişdi bu şöbədən gəlmişdi o uşaqlar. Polis əməkdaşları gəldilər. Amma onlar qrajdanka formasında gəldilər. Onu da deyim, yəni o bir hörmət olundu. Neçə kolu idi xanım? Valla mən onu deyərəm ki, o çox az bir kolu idi. İndi onların saydığım nətər deyim, mən onu çox az gördüm. Mən durum nətər o çox deyim. Ne dedi? Mən evdəydim, bəli. Bizə dedilər ki, çəkiliş olacaq xanım, çölə çıxmayın. Biz girdik evə, qapını dedilər örtün və düşməyin çəkilişə. Biz hamımız evə girdik, çölə çıxmadıq. Nə qardaşlar? Qardaşım da irəlidə idi. Heç onun da əməlli xəbəri də olmadı. Necə oldu, nətər oldu, heç özüm. Ayın 13-dən götürdülər. Ayın 13-dən. Hə, 13-dən gedib götürdülər. Kimdən müraciət edirdi? Mən üzümü tuturam, cənab Ali Baş Komandama yalvarıram.
Onun xanımı Mehriban xanıma yalvarıram. Mehriban xanım bizə kömək elə. Ed bacısı kimi mən kömək eləyin, nə olar? Mən qardaşımı oradan çıxardım. Biz uşaqların öhdəsindən gələ bilmirik. Adı soyadı. Şəhid Əli Səmədov kəşfiyyatçı. Kəşfiyyatçı şəhid Əli Səmədovun bacısıyam mən. Heç olmazsa sizə and verirəm. O şəhid qardaşımın ruhuna bizə kömək eləyin, nə olar? Gələnlər məktəbi. Bəli. O mənim qardaşımın adına da. Məni hətta ora ulu öndərimiz ora işə qoy. Mən 30 ildir orada işləyirəm. Ulu öndərimiz tərəfindən biz orada işə düzəldik, işləyirəm orada mən. Mən ona görə Ali Baş Komandama çox müraciət edirəm, yalvarıram. Mehriban xanıma, Vilayət Eyvazova və ondan sonra İmişlinin rəisimizə Faşova dönüm. Bizə kömək eləyin. Nə olar? Bizi bu bəladan qurtarın, nə olar? O uşaqlar yazıqdır, gecə gündüz yatmırlar. O qız beton üstündə yatır. Dədəm gələnə qədər mən deyir, bu beton üstündən durmayacağam. Gecə gündüz ağlayır, qucağımızda hər deyir. Nə olar uşaqlara yazığınız gəlsin. Nə olar ola uşaqlarına bağışlayın. Oldu xanım, yəni ki, kanallarını Mən çox sağ olun. Çok sağ olun, buyurun. Hə, xanım, burada da deyirsi var idi. Hara idi? Burada da var idi. Balaca idi. Sonra Mən üzümü tuturam. Cənab Ali Baş Komandamıza, Mehriban xanıma, Vilayət Eyvazovaya. Mən çox xahiş edirəm sizdən. Mən sizin başınıza dönüm. Başıva dönüm. Azarınızı çəkim. Ölərəm ayağınızın altda. Mən qardaşıma köməyini gəlin. Vilayət Eyvazov. Canım səyə qurban. Başıva dönüm. O qədər gözəl insan olubsunuz. Eşidirəm mən. Çox gözəl insansınız. Mən istəyirəm ki, mənim qardaşıma köməyini gələyəsən. Xəstədir. Uşaqlar yata bilmir. Sabaha qədər uşaqlar yata bilmir. Kürəyimizə gəzdirir. sonra harda var idi xanım? Narahat olun. Sonra harda var idi? Burada, bir dənə orada. Orada bir de orada da olup 2-3 tane orada da var. Ben üzümü tuturam. Azərbaycanımın, xalqımın, Cənab Prezidentim İlham Əliyevə. Canım səyə qurban. Cənab Prezidentim və onun xanımı Mehriban xanıma, Vilayət Eyvazova. Çox xahiş edirəm sizdən. Hə. Başınıza dönüm, azarınızı çəkin. Bax, bu uşağı görürsə, bu uşağa köməyini gələ. Uşağın üzünü çevir, uşağın üzünü göstərməzlər. Uşağın üzünü çevir. Gələ. Neçə yaşı var uşağın? 6 yaşı var. Bu uşağa köməyini Neçə uşaqdılar, neçə körpəsi var? Uşaqdılar, 2 də məktəblidir. Biz bu uşaqların aqibəti necə olacaq? Bunlara kömək eləsin, Cənab Prezident. Başıva dönərəm, yalvarıram sizə, Cənab Prezident. Mehriban xanım, Vilayət müəllim, sizə yalvarıram. Bax, baba, mən atamı çıxar göndər. Adın nədir qızım? Nə? Günay. Günay. Hə. Sən nə deyirsən ay Günay? Atadan örtü darıxmısan? Hə? Ha, Nə istəyirsən? dedem istiyor. Nə deyirsən eşitmirəm. Hə? Bəkdən danış. Dedem istiyor. Atanı istəyirsən? Ha, Allah qoysa köməkli elərlər, ata gələr. İnşallah, Oldu qızım, inşallah. oldu. Başınıza dönüm, yalvarıram sizə. Sizə bir şəhid bacısı kimi yalvarıram, bir ana kimi yalvarıram. Nə olar bizə köməkli gəlin, mənim qardaşım oradan çıxsın gəlsin. Çox xahiş edirəm, çox yalvarıram Mehriban xanım, siz də anasınız. Allah balalarınızı saxlasın, Allah sizə can sağlığı versin, Allah sizə ömür versin. 3 dənə də bu uşaqdır, nə olar. Elə bil ki, bu uşaqlar da bir nətər deyim, köməklik göstərirsiniz. Məsələn, başsız qalmasın, atasız qalmasın. Bunlara mən hər gün anladıram. Dədəmiz gəlmədi. Çox xahiş edirəm, bunlara köməkli gələsiniz. Oldu xanım. Başınıza dönüm, azarınızı çəkin. Narahat olma. Yəqin ki, İmişli rayon polis rəisi dediklərinə görə çox gözəl insandır. Rəisimizdən də çox xahiş Çox edirəm. dedilər ki, insan Cənab adamdır. rəis, nə olar, bu uşaqlara bağışda onu. Bağışda uşaqlara cəzasını yüngül ver. Çox xahiş edirik sizdən. Evinə bırak Oldu onu, xanım. evinə bırak balalar. Allah kömək olsun. Allah Yəqin ki, köməkləri olsun. səsimizə səs Allah razı verərlər. olsun hamısına. Cəzası yüngüləşər. Təşəkkür edirəm. Sağ olun. İnşallah, Sağ olun. inşallah. Sağ olun.